Bismillahirrahmanirrahim. Auzu billahi mineddeccal ve mineşşeytanirracim ve lanetullah aleyhim ecmaîn ve elhamdülillahi rabbil alamin. Allahumme salli ala Muhammed ve ali Muhammed aleyhimete vel mehdiyin ve sallim teslimen. Devrin imamın salamlayır Azərbaycan qara bayraqları, qara köynəkləri adından. Həmçinin İmam Hüseyn aşiqləri, başda olmaqla Əhl-i Beyt tərəfdarlarının hamısını. Allahın salamı olsun Allahın firqəsində olanların hamısına. Azərbaycanda da yer üzündə də görülməkdə o mübarizə və döyüşlərinə görə yollar açılıb. Təbii fəlakətlərə və digər hadisələrə, nəqliyyat qəzalarına, sonra digər epidemiya dalğalarına yollar açılıb o lənət olunmuşların imamət ilə, haqq olan xilafət ilə, risalət cəmaatı ilə mübarizə və döyüşlərinə görə. Bundan qabaq hansı ki xəbərdarlıq olunmuşdu öncəki videolardan birində, dünya hökumətlərinə, dövlətlərinə və millətlərinə xəbərdarlıq olunmuşdu. Yəni indi ola bilər, məsələn, bəzən insanlar şəkk ilə, şübhə ilə yanaşırlar. Bəzi xəbərlərə görəndən sonra əminliklə imanlar olur. Görməyincə imanları, yəni ki, inanmaqları çətin olur, görməyənə qədər hər hansı bir hadisəni. Amma imanı güclü olanlar o şəxsiyyətlərdir ki, devrin imamından yaxud onun məsum varislərindən, vəsilərindən eşidən kimi xəbəri şəksiz, şübhəsiz iman edirlər. Yəni qəlblərində şək, şübhə, tərəddüd olmur. Azərbaycan qara bayraqları, qara köynəkləri barəsində mənbələr səhih mənbələrdir. İstər İmam Ali əleyhissalamdan və yaxud İmam Sadiq əleyhissalamdan, İmam Rıza Ağadan, Allahın salamı olsun, Azərbaycan ilə əlaqədar, yəni mənbələr səhih mənbələrdir, doğru xəbərlərdir olar. Digər də o bir qism ki, o lənət olmuş tağutun heyətindən olanlara xəbər olunur. Molla rejimi ilə əlaqələndirənlər İslam dinini, imamətini, risalətini, yaxud İranla əlaqələndirənlər və yaxud hər hansı bir fitnələr vasitəsilə, dəlilliklə, separatçılıqla, vandallıqla, terroristliklə əlaqələndirənlər. Sizin cəzavız və əzabınız daha böyük olacaq. Dünya və bərzəx aləmində, həmçinin axirət dünyasında. Sizlə bu devirdə Allah-u Teala çox ağır əzab verəcək. İslam cəmaatı ilə fitnələr vasitəsilə mübarizə aparmaqlarınıza görə. Allahın hökmlərinə, qanunlarına qarşı döyüşmələrinizə görə. İmamət ilə döyüşmələrinizə, mübarizələrinizə görə. O qədər də dəlillərə rağmen, o qədər də dəlillərin təqdimat edilməsinə rağmen. Ondan başqa da dünya ölkələrində seçiliblər. 313-ü də yəni xüsusi bir ölkəyə seçilməyiblər Allah-u Teala tərəfindən. Yəni İslam din rəhbəri ümmü dünya müsəlmanların rəhbəri seçilib. 12-ci İmam salam olsun. Onun bayraqdarları da ümmü bəşər müsəlmanlara rəhbər seçilib. Həqiqətən imanı olanlar, istəyir kitab əhlindən sayılanlar olsun, istər qeyri kitab əhlindən. Axirət dünyasına imanı olanlar, mələklərə imanı olanlara, qeybə imanı olanlara seçiliblər Allah Teala tərəfindən. O mübarizələrin nəticələridir ki, dünya ölkələri qalıb o günlərə. Birinci, ən böyük xəbərdarlıq olunur o xəbis dəccalı dəstəkləyən Amerika və İsrail ilə Ərəbistana. Böyük xəbərdarlıq olunur. Sizlərin İran fitnəsi ilə o şiyə cəmaatının əksəriyyəti İrandadır. Əhl-i Beytin elmindən də ən çox İranda saxladılıb. 12 imamın elmindən ən çox Qumda saxladılıb. Sizlərin onlara qarşı mübarizə və döyüşləriniz dərd olub bütün dünya ölkələrinin başına. Sizləri dəstəkləyən ölkələr də ona görə salınıb belə vəziyyətlərə. Rəzil edilirlər, məsələn, zəlil günlərə qalıblar onlar, o təbii fəlakət deyilən hadisələrlə. Nüvə döyüşləri barəsində də nüvə mesajı verilib Rusiyadan Amerikaya, şübhə eləməsinlər o xəbərə. Əgər Amerika inad eləsə Azərbaycanın içində, İranda, mübarizələrinə inad eləsə, Rusiyadan vuracaqlar Amerikanı, nukleerindən vuracaqlar Amerikanı. O təqsir də Amerikanın özünün olacaq hakimiyyətinin. Hesabını da Allaha özləri verməli olacaqlar. Amerikanın elə günə, elə duruma qalması Amerika hakimiyyətinin o lənət olmuş nəcis dəccalın İsrail orduları ilə Ərəbistan saxta xilafəti ilə onların saziş bağlamasına görə, Əhl-i Beyt tərəfdarlarına görə dünya ölkələri salınıb belə vəziyyətlərə. Onların Əhl-i Beyt tərəfdarlarını incitməsinə görə, zülm etmələrinə görə, dəlilliklə, separatçılıqla, vandallıq, terroristlik fitnələri ilə və yaxud həbslərə görə sizləri də dünyadan getdikcə Allah-u Teala bərzəx zindanının oduna həbs edir. Xəbəriniz yoxdur orada necə anqırışırsınız orada. Hansılar ki o dövlətlərin içində, hökumətlərin içində sui-istifadə edirlər İmam Hüseyn aşiqlərinə, Əhl-i Beyt tərəfdarlarına, risalət cəmaatına, İmam Zaman ağanı və bayraqdarlarını qəbul edən cəmaatın mübarizələrimizə görədir ki, Allah-u Teala dünya ölkələrini qoyub elə günlərə. O axmaq hökumətlərə görə, cahil, nadan hökumətlərə, dövlətlərə görə.
Neçə dəfə xəbər olundu ki, əgər baxış keçirilməlidir, dəlixanalar, türmələri, onların şər böhtanla tutulanları hamısı buraxdırılmalıdır. Əks halda ölkəni ölkələr yıxacaqlar başlarımıza. O qədər eşşəkdən imansız olublar ki, Allah Taala'nın dəlilləri xəbər edilir. Allahın dəlillərinə də kafir olublar onlar yer üzündə. Mələklərlə verilən xəbərlər xəbər edilir. Yenə də onlar məsələn inatkarlığından, inkarsızlığından əl çəkmirlər. Ona görə də qalmışsınız elə günlərə. Hələ ondan da betər günlərə qoyulacaqsınız elə gedişatla. Allahın salamı olsun qiyamət günündə, böyük gündə, öndə olan cəmaata və sağ tərəf əhlindən olan cəmaata.